A kvadrat plus B kvadratını tapmaq bizdən tələb olunur. İki ədədin ədədi ortası 6-dırsa, bu ədədlərin cəminin 2-yə nisbəti 6-ya bərabərdir. Yəni A plus B bərabərdir 12. Həndəsi orta isə onların kök altı hasilidir. Yəni kök altında A vuraq B bizdə 3-ə bərabərdir. Buradan isə hər iki tərəfini kvadrata yüksəltsək, AB bərabərdir 9 almış olarıq. A kvadrat plus B kvadrat ifadəsini biz A kvadrat üstəgəl B kvadrat bərabərdir A plus B'nin kvadratı minus 2AB şəklində yaza bilərik. A plus B'miz 12-yə, AB'miz isə 9-a bərabərdir. Gətirib yerinə yazsaq, 12-nin kvadratı minus 2 vuraq 9. 144 minus 18. Buradan isə 126 almış oluruq.